Bir neçə gündür ki, Telegram kanalımızda virtual haqqında paylaşımlar edirəm. Artıq bir neçə istifadəçimiz dedi ki, virtual nədir, biz necə pul qazana bilərik oradan. Ona görə də mən də bu videonu çəkmək istədim. Bugünkü videomuz Virtuals proyekti haqqında olacaq. Öncəliklə Virtuals nədir? Qısa olaraq onu özət keçmək istəyirəm sizlərə. Virtuals bir launch proyektidir. Yəni ki, ön satış kimi düşünə bilərsiniz bunu. Bəzi tanınmış şəxslər və yaxud da şirkətlər burada tokenlarını yaradır, ümumidə launch edir. Əgər insanlar bu tokenlara maraq göstərərsə və ora point və virtual yatırarsa, 100%-in üzərindən keçərsə, bu token artıq bond olmuş olur. Yəni listələməyə çıxır. Puan nədir, virtuals nədir, necə yatırım edirik və s. deyə düşünürsünüzsə, ətraflı şəkildə hamısını danışacağam. Linkləri videonun açıqlamalar bölümündə paylaşacağam sizinlə. Linkə daxil olduqdan sonra sağ üstdə Connect Wallet düyməsinə tıklayırsınız öncəliklə, daha sonra MetaMask-ınıza giriş edirsiniz. Sonra Account Settings bölümü var burada. Oraya girib Twitter hesabınızı Virtualsa mütləq şəkildə bağlayın. Öncəki videomuzda, yəni Kaito videomuzda bu sıralamalara necə girəcəyinizi danışmışdım. Virtualsın sıralamalarına girə bilsəniz, gün ərzində 1000, 3000, 2000 civarında point də oradan gələ bilər sizə. Gəlin başlayaq Virtualsdakı pointlərdən. Bu pointlər nədir? Biz bu pointləri necə qazana bilərik? Burada necə point qazana biləcəyimizi bizə göstərib əslində. Birincisi Yapping Point'tir. Yəni öncəki videomuzda, Kaito videomuzda dediyim kimi Twitter'da etkiləşim quraraq sıralamalara girərək virtual tərəfindən point qazana bilərsiniz. Daha sonra Genesis Launchlar, yəni ön satışlara qatılmaq. Biz ön satışlara qatılaraq point stake edirik. Deyim ki 1000 point stake eləmişik. 1000 point'in qarşılığında bizə 2 virtualsıq allocation ya da alım haqqı verir. Biz ora qatıldıq, o listələndi. Daha sonra tokenlarımızı götürürük, staking atırıq. Staking atanda da növbəti gün bizim daha çox pointimiz olacaq. Hər gün istifadəçilərə günlük pointlər gəlir. Stake virtual. Üçüncü stake virtualdır. Virtual tokenu stake eləməkdir. Virtual token ümumiyyətcə Base blockchainindədir. Bu sayt da demək olar ki, Base blockchainində işləyir. Bir dənə Solana tərəfində bir token var idi. O da demək olar ki, fake kimi bir şeydir. Amma əsasən Base blockchainində yaranır bu tokenlar. Eyni şəkildə Virtuals yatıraraq da point qazana bilərsiniz. Amma mən onu sizə məsləhət görmürəm. Çünki burada qeyd olunduğu kimi günlük və virtual points, yəni ümumi 20% verir bütün istifadəçilərə. Amma daily aktiv bonusu isə 73%. Ona görə də daily aktiv bonus nədir? Launchlara qatılmaqdır, trade eləməkdir, Genesis tokenları trade eləməkdir. Ön satışdan aldığımız tokenları stake eləməkdir. Yəni sırf ön satışdan aldıq deyə bir şey yoxdur əslində. Girib orada hər hansı bir Genesis tokeni alıb stakingə atsanız belə növbəti gün sizin puanınızın artmasına bu kömək edəcək. Bir də Vader pointləri var. Bu da necədir? Vader adında bir token var. Onu da stake eləsəniz sizə point gəlir, amma onun da faizi çox az olduğu üçün onu da önərmirəm sizlərə. Bir də Genesis sell, yəni tokenları satsan cold down, yəni həbsə düşürsən, belə deyim. Bu həbs nədir? Deyək ki, ön satışa qatıldıq. Oradan 200, 300, 3000, 5000 dollar qazanc əldə edirik. Biz bunu birbaşa satsaq, bizi həbsə göndərir. Həbsə göndərəndə nə olur? 14 gün boyunca ya da 10 gün boyunca təxminən bizə hər hansı bir puan gəlmir. Əlimizdə puan yoxdursa, 10-14 gün boyunca həmin həbsdən çıxmağı gözləmək məcburiyyətindəyik. Yəni başqa bir satışlara qatıla bilmirik. Stakingdən çox danışdım. Staking nədir deyə soruşsanız, hal-hazırda mənim balansımda demək olar ki 200-250 dollar civarında bir staking var. Bunu mən stakingdən çıxartsam necə olar? On stake tıklayanda baxın, burada göstərir ki 14 gün boyunca gözləməlisən. Mən bunu onaylasam, burada 14 günlük bir sayaç başlayacaq. 14 günün sonunda mənim tokenlarım stakingdən çıxacaq. Mən bunu sata bilərəmmi? Nə vaxt sata bilərəm? Baxın, burada tokenların hamısının müəyyən kilitli vaxtları var. 15 gün, 184 gün, 12 gün. Əvvəlkilərə də baxsaq, məsələn, 90 gün var, 29 gün var, 26 gün var. Bu günlərdə bu 92 gün nə vaxt 7 günə düşərsə, həmin bu yaşıl yazı sarı yazıya çevriləcək. Sarı yazıya çevriləndə biz o tokenu satsaq, biz J ilə, yəni həbsə girmirik. Amma indiki halda kilitli olan vəziyyətdə biz girib ön satışdan aldığımızı və yaxud da airdropdan aldığımız tokenu satış eləsək, bizi həbsə göndərir. Məsələn, burada MVGA adında bir token var. Gördüyünüz kimi burada kilit falan yoxdur. Bu ön satışa qatılan kimi aldığınızı birbaşa sata bilərdiniz. Hər hansı bir həbs verilməyəcəkdir. Gəlin bir neçə gündür ki, aldığım puanları sizə göstərim. Ayın 25-də 20-30 civarında puan alırdım sadəcə. Amma ayın 26-sında artıq 586 puan almağa başladım. Niyə? Çünki 20, 30, 40, 50 dollar civarında bir neçə token aldım, onları staking atdım və günlük 300-500 dollar civarında həcm eləyirdim. Sonra dünən 27 mayda 720 token gəldi mənə. Həmin o IG tokenu aldım, VIG tokenu aldım, pardon. Həmin tokenu da stake atdım. Təxminən 200-250 dollar civarında
puanlardaydı və bu gün də ona görə mənə artıq 1182 puan gəlib. Yəni ümumiyyətlə biz burada nə etməliyik? Əgər virtualsa qatılmaq istəyirsinizsə, yatırım eləməlisiniz. Yatırım eləməlisiniz deyəndə də, yəni 1000 dollar, 2000 dollar civarında yox. 20 dollar Virgen aldım, nə bilim 30 dollar BIOS aldım, 10 dollar gəldim buradan Arbus aldım və s. Bunların hamısını atdım stake-ə və gün ərzində mənim puanlarım artmağa başladı. Hamısını bir gündə eləmədim əlbəttə ki. Bugün 20 aldım, sabah 30 atdım, digər gün 10 atdım bu şəkildə və eyni zamanda biraz trade eləməyə başladım. Amma onu da qeyd edim ki, burada trade eləyəndə təəssüf ki, hər səfərində 1%, 2% civarında bir slippage var. Alım-satım eləyəndə bir neçə dollar oradan komisyon vermiş ola bilirsiniz. Son 3-4 gündə 20-30 puanlarda 1100 puanlara qədər çıxmışam. Yəni görək növbəti 4-5 gün ərzində puanlarımı 5-10 min civarına çıxara biləcəmmi? Bir də qeyd etmək istədiyim bir şey var. Hal-hazırda burada aktiv olaraq satışlardan Solace var. Solace da hamı tərifləyir, 100x üzərində eləyəcək deyirlər. Ona görə də 100%-in üstündə də 718% bir qatılım var. Mən düşünürəm ki, səhərə kimi bu 2000%-ə keçəcək. Mənim 1900 puanım var. 1900 xalım mən bura stake eləsəm, mənə 1.18 virtuallıq bir allocation, yəni alım haqqı verir mənə. Bu da nə qədər edir? 1 dollar yarım. Bu 100x eləsə belə mənə nə xeyir verəcək? 1 dollar yarıma 100-150 dollar civarında bir qazanc verəcək. Yaxşıdır, əslində yaxşıdır, amma mən 1900 puanımın hamısını bura yatırıb 100-150 dollar üçün götürmək istəmirəm. Götürsəm onu stake atacağım ki, zaten daha çox puan gəlsin mənə. Çünki mənim hədəflərim biraz daha yüksəkdir. Bunlar mənim üçün yetərli deyil. Amma belə bir şey var ki, bu Genesis launchlarına qatılmağımız növbəti gündə puanımızın çox olmasına təsir edir. Ona görə də mən burada məsələn 200-300 civarında bir puan yatıracağım. 0.12, 0.2 civarında bir virtual allocation verəcək. Olsun eybi yoxdur. 10-20 virtuallıq token gələcək. Onu atacağım stake ki, növbəti gün daha çox allocationum olsun. Yeni başlayanda ya yüksək yatırımlar etməlisiniz ki, gün ərzində 3000, 5000, 10000, 20000 puanlar alasınız, yüksək qazanclar əldə edəsiniz. Ya da az məbləğlə başlayırsınız, mənim kimi yavaş-yavaş 3 gün, 5 gün, 1 həftə, daha sonra artıq puanlarınız artacaq və qazanclarınız da artmağa başlayacaq. Yəni hal-hazırda günlük 100.000, 150.000 point qazananlar var və deyim ki, bugünkü satışdan 100.000 point yatırıb 30-40 virtual allocation alan insanlar var idi. Həmin o insanlar təxminən 3000-4000 dollar civarında bir gündə bir proyektdən qazanc əldə elədi. Bu videomuz yatırım tövsiyəsi deyil qəti şəkildə. Sadəcə bu proyektdə bir müddətdir ki, hype var və hal-hazırda olan fürsətdən danışıram mən sizlərə. Mən qatılmışam və ətraflı məlumat verməyə çalışıram sizlərə. Siz də öz riskinizi alaraq yatırım eləyin, əgər yatırım eləyəcəksinizsə. Bir neçə token aldıq, bunu necə stake edirik? Gəlin onu da göstərim. Portfolio bölümünə girdik. Burada stake bölümü var. Stake-ə tıklayanda artıq biz birbaşa məbləği seçərək stake edə bilirik. Tokenları necə alırıq, onu da göstərim sizlərə qısa olaraq. Məsələn, Virgent tokenu almaq istəyirəm. Content adresini buradan kopyaladım. Gəlirəm Kyber Swap-a. Burada adresi yapışdırdım. Virgeni seçirəm. Nə qədər almaq istəyirəm? 10 virtuallıq Virgen token almaq istəyirəm. Burada slippage 1.1% civarında qoyun təxminən, yoxsa problem yaşayırsınız. Tokenumuzu aldıq. Daha sonra necə stake eləyə bilərik? Portfolioya gəldik. Səhifəmizi yeniləyək. Virgen gəldi zaten bura. Gəlirik Virgenin üstünə tıklayırıq. Burada staking var. Stakingə tıkladıq. Maksimum seçirik və yaxud da istədiyiniz məbləği stake-ə yollayırsınız. Stake-də olan tokenları da buradan görə bilirsiniz. Daha öncə hansı Genesis launchlarına qatılmısınız, nə qədər puan və nə qədər virtual yatırımsınız, hamısını burada görürsünüz. Eyni zamanda ön satışa qatıldıqdan sonra bu bölümə gəlib burada claim eləməlisiniz ön satış tokenlarını. Unutduğum bir şey varsa, bir sualınız olarsa videonun yorum bölümündə mütləq yazın. Ümumi bir özət keçsək, buradan pul qazanmaq istəyiriksə, point qazanmalıyıq. Point qazanmaq üçün ya Twitter'da aktiv olub Kahoot tərəfindən puan qazanmalıyıq, ya token alıb stake eləməliyik və günlük həcm eləməliyik. Bunların sayəsində pointlər qazanmalıyıq, ya da ki virtualı stake eləməliyik ki, onu məsləhət görürəm. Bugünkü videomuz bu qədər idi əziz istifadəçilər. Ümid edirəm ki, unutduğum bir şey qalmayıb. Videomuzu bəyənib yorum yazmağı unutmayın. Kanalımıza da abunə olun ki, növbəti videolardan xəbəriniz olsun. Mən Xəlil, hər kəsə bol qazanclar.